Duyğu orqanları. İnsan ətraf aləmdən fərqli yollarla informasiya alır. Bu informasiyanı duyğu orqanlarımız vasitəsilə alırıq. Bizim 5 əsas duyğu orqanımız var. Burun. Burnumuz vasitəsilə qoxu informasiyası alırıq. Qoxusu olan hər şeyi burun sayəsində hiss edə bilirik. Göz. Ətraf aləmi gözlə görürük. Gözümüz vasitəsilə vizual informasiya alır. Şəkilləri, rəngləri və hərəkətləri ayırd edirik. Dil. Dil ilə dad informasiyası alırıq. Dilimizin sayəsində turş, şirin, acı kimi fərqli dadları hiss edirik. Qulaq. Qulaq vasitəsilə səs informasiyası alırıq. Qulağımız müxtəlif səsləri ayırd edir. Dəri. Dərimiz taktil informasiya almağımızı təmin edir. Dəri vasitəsilə istini, soyuğu, ağrını, yumşaqlıq və sərtlik kimi anlayışları hiss edirik. Videoların davamlı olması üçün abunə olmağı, videoları bəyənməyi və şərh yazmağı unutmayın. Dəstəyiniz üçün öncədən təşəkkürlər.